Hər kəsə salam. Bilə bilirsiniz də nəyin ağzını açırlar, hansısa bir padarkanın filan belə toyuq filesi ilə mal əti. Bu da qeyri-adi bir ideyadır. Bunu stariçini salat üçün eləyib qaynadıb qoymuşdum rahat. Bu da xırda-xırda doğradığım mal əti idi. Keçən dəfə qaynadıb qoymuşdum marazilikə. Bundan da plov üçün qalya deyirlər, nə bilim aşqarası da ondan bişirəcəm. Qalyanın soğanlarını doğrayıram. Soğanı belə bir qazana əlavə elədim. Əti ilə birgə qovurum. Burada ətlə soğanı qovururam. Soğanın biraz suyu çıxıb. Yuduğum qaysını əlavə eləyirəm. Üstünə kişmişi əlavə eləyirəm. Əzməmək şərti ilə yüngülcə yavaş-yavaş qarışdırıram burada. Düyünü vamodda qaynadıram yavaş-yavaş. Düyünü aş süzəndən süzdüm. Gəldik əsas məsələyə. Balaca yumru lavaşları yağlayıram, yığıram belə. Hamısı standart ölçüdədir. Bunu zövqə görə istədiyiniz yağdan eləyə bilərsiniz. Mən silviçni yağı əridib belə qaba töküb bunlarla yağlayıram. Gördüyünüz bu qab əslində keks üçündür. Amma mən bunu lavaş plovda da istifadə eləyirəm. Lavaşları bu qayda ilə gül formasında qabın içərisinə yerləşdirirəm. Qabın özünü yağlamağa ehtiyac yoxdur. Çünki lavaşların hamısı yağlıdır. Buna ehtiyac qalmır. İndi düyüdən belə yavaş-yavaş, çox az səpirəm belə lavaşın üstündən. Sonra bura əlavə eləyəcəm aşın qarasından, qalyadan. Belə əlavə eləyəndən sonra yenidən düyüdən üstünə əlavə eləyirəm. Yenə aşın qalyasından burada düzəcəm. Silviçni yağdan belə düzürəm buralara. Lavaş özü yağlıdır. Aş qarasının da yağları var, bir-birinə çıxacaq. Ona görə dəhşət də belə çox yağlı da eləməyəm. Onda da adam ürəyi bulanır. Normasında. Əgər yağı az olarsa da sonra əridib üstünə əlavə eləmək olar. Çünki başqa yeməklərin də yağı var. Və belə sarı kökdən yüngülcə, çox yox, belə ortalarını əlavə eləmədim. Elə belə əlavə elədim ki, onsuz da bunu kəsəndə bu lavaşı qarışacaq bir-birinə sarı ilə. Olacaq qəşəng. Biraz da bura düyü əlavə eləyək. Üstünü tutaq yağın. Düyünü özüm artıq eləmişdim. Bax, belə düyünü də mən qaynadıram. Qəşəng bunu kalçuk bir qaba yığacam. Ağzını krışka ilə bağlayıb qoyacam xaladelnikə. Buzluğa yox, buzluqda sonra o düyülərim buz açılanda xırda-xırda olur. Elə yuxarıya qoyuram, yuxarıdan da götürüb ən gecə səhər, yəni çox saxlamaq olmaz. Səhər bunu da lobyalı bir aş kimi, noxudlu bir plov kimi hər hansı bir yeməyin yanında pişirmək olar. Belə fayqa ilə bağladım, belə formada duxovkaya verirəm. 180 dərəcədə dəmə qoyacam. Burada biraz artırıb 200 dərəcəyə qoymuşam. Artıq fayqanı çıxarmışam ki, alt tərəfi qızarıb, biraz üstü də qızarsın. Və budur. Artıq şax plovumuzu kəsməyə hazırlaşırıq burada. Bəh hiss eləyirsiniz yəqin ki ekrandan, görüntüdən dadını, ləzzətini yəqin ki hiss eləyirsiniz. Bu hissəsi plovun alt hissəsidir. Biraz xırt-xırtlıdır. Çox qəşəngdir, çox ləzzətlidir. Bir qaşığın köməyi ilə belə götürüb tarelkaya qoyuruq. Çox qəşəng. Məncə bütün bayramların gözü bəbəyidir plov.
Bişirən hər kəsə də nuş olsun. Çox məsləhətlidir, çox rahatdır. Burada da artıq plovu yarıya çatdırmışıq. Gördüyünüz kimi sanki hansısa bir körpüyə, bir arkaya bənzətdim bunu burada. Çox məsləhət görürəm hər kəsə hazırlamağı. Bir daha yeni iliniz mübarək olsun. Videomu izlədiyiniz, bəyəndiyiniz üçün hər birinizə təşəkkür edirəm. İnşallah növbəti videolarda görüşənə qədər.